Salam, bu videoda 30 iyun tarixində keçirilən lisey və gimnaziyalara qəbul imtahanının B variantına aid olan sual kitabçasındakı sualların izahına baxırıq. Deməli, ilk sualımızda bizə deyir ki, bizdə dəftərxanada 60 dənə qırmızı qələm, 72 dənə isə mavi qələm var. Deyir bu qələmləri 42 dənə boş qutulara elə yerləşdirək ki, burada qələmlərin sayı eyni olsun, bütün qutularda qələmlərin rəngi bir növdə olsun, yəni bir qutuda iki müxtəlif rəng qarışmasın və bu halda hamısında eyni sayda olmaqla biz ən çoxu neçə qutu istifadə edə bilərik deyə bizdən soruşur. Belə olan halda biz 60 ilə 72-nin hər ikisinin ortaq bölündüyü qiymətlərə baxırıq. 60 ilə 72-ni biz 2-yə bölsək, yəni hər qutuya 2 dənə qələm qoysaq, bu zaman 30 dənə qutu qırmızı qələmlər üçün, 36 dənə qutu ikinci, yəni mavi rənglər üçün lazımdır. Amma bunları topladıqda bizdə 42 dənə boş qutu olduğundan bu sayın şərti pozduğunu görürük. Daha sonra hər bir qutuya 3 dənə qoysaq, 20 dənə qırmızı qələmlər üçün, 24 dənə mavi qələmlər üçün lazım olduğunu görürük. Bu da topladıqda 42 qutudan çox eləyir. Əgər biz 4-4 qoysaq hər qutuya, 60-ı 4-ə böldükdə 15 qutu, 72-ni 4-ə böldükdə isə 10, deməli 8 qutu lazım olduğunu görürük. Deməli, 18 dənə qutu mavi qələmlər üçün, 15 dənə qutu da qırmızı qələmlər üçün lazımdır. Ümumilikdə bizə 33 dənə qutu lazım olmuş olur. Bu da D variantında göstərilir. 22-ci sualda aşağıdakı rəfdə bizə yan-yana kitabların sayını və ölçülərini veribdir. Birinci şəkildə görürük ki, 3 dənə kitabın qalınlığı 5-də 6 desimetrdir. Deməli, biz bir kitabın qalınlığını tapmaq istəyiriksə, ümumi, yəni 5-də 6-nı bölürük 3-ə. Və bu da bizə verir hesabladıqda 5-də 2. Əgər biz ikinci şəklə baxsaq, ümumi uzunluğun 5-də 12 olduğunu görürük və burada cəmi 4 dənə kitab var. Deməli, ümumi uzunluğu əgər belədirsə, onda 5-də 12-ni bölürük 4-ə və yenə də biz bu kəsri hesabladıqda 12, 5, 4 aşağıya yazmalıyıq. İxtisar apardıqda 5-də 3 qalır. Yəni, mavi kitablardan birinin qalınlığı 5-də 2 desimetr, qırmızı kitablardan birinin qalınlığı isə 5-də 3 desimetrdir. Hərəsindən bir dənə olduqda isə biz onların uzunluqlarını, daha doğrusu qalınlıqlarını toplayırıq. Bizə verir 5-də 5, yəni 1. Bu da verir bizə D variantını. 23-cü sualda biz onluq, yüzlük, təklik mərtəbəsinə ayırmaqla gedirik. Bizə deyir ki, bu 3 dənə qiymətin cəmi ABC natural ədədindən 324 vahid çoxdur. Yəni A1A üstə gələk B1B üstə gələk C1C bərabərdir ABC üstə gələk 324-ə. İndi biz burada hər birini parçalasaq, alınır 100A, üstə gələk 10, üstə gələk A. Eyni şəkildə 100B, üstə gələk 10, üstə gələk B və uyğun olaraq 100C, üstə gələk 10, üstə gələk C. Bu bizim tənliyimizin birinci tərəfi. Və buradakı qiymətləri biz topladıqda, A-ları topladıqda 101A, üstə gələk B-ləri topladıqda 101B və C-lər üçün də uyğun olaraq 101C olmuş olduğunu görürük. Və digər bu arada qalan onları da topladıqda verir bizə 30. Yəni bu ifadə bərabərdir ABC üstə gələk 324-ə. İkinci tərəfi də uyğun olaraq parçaladıqda 100A üstə gələk B ilə C-nin yerini dəyişik yazmışıq burada. 100A üstə gələk 10B üstə gələk C üstə gələk 324 bərabərliyini almış oluruq. İndi biz burada 100A-nı tənliyin digər tərəfinə keçirsək, 101-dən çıxsaq, qalır bizdə bir dənə A. Üstə gələk 101 ilə 10B-nin fərqi bizə verir 91B-ni və üzərinə gələk 101C ilə C-nin fərqi 100C-ni. Üstə gələk 30 bərabərdir 324-ə almış oluruq. Və uyğun olaraq biz davam etdikdə alınır 324-dən də 30-u digər tərəfə keçirib çıxdıqda alırıq 294 qiymətini. İndi biz də baxırıq ki, A, B, C-nin yerinə hansı qiymətlər ola bilər. Əgər məndə 100-lük 2-dirsə, C-nin yerinə mən uyğun olaraq 2-ni qoyuram. Baxıram dalınca 94 gəlir və məndə 91 dənə B var. Onda B-yə mən əgər 1 qoysam,
1-i 91-ə vursam 91 alınır və topladıqda A üçün də 3 olduğunu qiymətin görmüş oluruq. 1, 3 və 2 bunların da hasili bizə verir. ABC hasili 6, yəni B variantını. 24-cü sualda isə burada 30-un və 40-ın natural bölənləri qeyd olunur və hər ikisində olanlar mərkəzə, yalnız birində olanlar isə özünə tərəf olan hissədə yazılmış olur. İndi buna uyğun olaraq 30 və 24 qiymətlərinin natural bölənlərinə baxaq. 24-ün natural bölənləri 1, 2, 3, 4, 6, 8 və 12-dir. 30-un bölənləri 1, 2, 3, daha sonra 5, 6, 10, 15-dir. İndi buna uyğun baxırıq. Mərkəzdə 1, 2 və 3 var. Hər ikisi yazılıbdır. Hər ikisində olan qiymətlər. Burada A hər ikisində olan tək ortaq qiymət olmuş olur. Bu da görürük ki, 6 qiymətidir. Yəni A-ya düşür 6. Daha sonra B-nin qiyməti baxırıq sadəcə 24-də olanlar. Sadəcə 24-də nə var? 4, 8 və 12. 8 ilə 4 qeyd olunub, 12 qalıbdır. Deməli B 12 olacaq. C isə yalnız 30-da olan qiymətlərdir. Bunlar da hansıdır? 5 ilə 10 qeyd olunubdur. 6-nı da tapmışdıq. C üçün isə buna uyğun olaraq olur 15 qiyməti. Mənə deyir A üstə gələk B, çıxaq C ifadəsini hesablayaq. A 6-dır, B 12-dir, C də 15-dir. Hesabladıqda burada alınır 3, yəni B variantı. 25-ci sualda. Deyir oyun zəri havaya atılır və üz üstə düşən qiymət 2-dən böyükdür. Zərin ümumi üzlərinin qiymətlərini yazaq hamısını bura. Bunlardan deyir ki, 2-dən böyük olan. 2-dən böyük deyirsə 1 ilə 2-ni artıq biz saymırıq. 2-dən böyük və bunu nə deyir? Sadə ədəd olması ehtimalı. 2-dən böyük məndə ümumilikdə 4 dənə qiymət var. Sadə olanlar hansıdır? 3-dən 5. Yəni ümumilikdə 2 dənəsi bizdə sadədir. 4-də 2, bu da ixtisar getdikdə bizə verir 2-də 1, yəni A variantını. 26-cı sualda nöqtələrin yerinə baxırıq. P uyğun olaraq hardadır? 4-də 1-də, bəli, mənfi 4-də 1-ə düşmüş olur P. Biz daha sonra R qiymətinə baxırıq. R qiyməti isə 5-də 1-ə uyğun gəlmiş olur. İndi biz bunların cəmini hesablamalıyıq. Yəni, mənfi 4-də 1-lə 5-də 4-ün, burada 5-də 4-dür. 5-də 4-ün cəmi, mənfi 4-də 1 deyil, axı, mənfi 4-də 2-dir. Ortadadır. Mənfi 4-də 2. Bunların qiymətini hesablayırıq. Deməli, biz burada uyğun olaraq, əgər ixtisar aparsaq əvvəlcə bu hissəni, alınır burada 2-də 1, üstə gələk 5-də 4. 2 ilə 5 üçün ortaq məxrəc olur bizə 10. Deməli, yuxarıda alınır mənfi 5, üzərinə əlavə eləyək 8-i. 10-da alınır 3. 10-da 3, bu da alınır B variantında. Keçdik 27. 27-ci sualda deyir ki, qarşılıqlı sadə olanları seçək. Burada 1 ilə 9, 11 və 12 artıq bir cütlük əmələ gətiribdir. Mənə deyir 51 ilə qarşılıqlı sadə olan hissəni tapaq. 51 ilə qarşılıqlı sadə olan qiyməti biz tapmaq istəyirsə, yəni hər ikisinin bölünmədiyi qiymətlərdir. 51 ilə nə yaza bilərik? 21 yaza bilərikmi? Xeyr. Yəni əlimizdə qalan qiymətlərə baxırıq. 21, 18, 19, 91. 21 ilə 51 qarşılıqlı sadədirmi? Xeyr, ona görə üstdən xətt çəkdim. 34 ilə 51 qarşılıqlı sadədirmi? Xeyr, hər ikisi 17-yə bölünür. 18 ilə 51 də qarşılıqlı sadə deyil, hər ikisi 3-ə bölünür. 19 və 91 isə 51 ilə qarşılıqlı sadədir. Yəni mən ya 51 ilə 19-u uyğunlaşdıra bilərəm, ya da 51 ilə 91-i uyğunlaşdıra bilərəm ki, qarşılıqlı sadə olsun və mən onları mavi rəngə boyaya bilim. Deməli, cəmi 2 dənə belə ehtimal var. Bu da A variantında göstərilir. 28-ci sualda biz bütün qiymətlərə baxdıqda mavinin 150 dənə, qırmızının 60 dənə, çəhrayının isə 90 dənə olduğunu görürük. Bunları ümumi topladıqda hamısı birlikdə 300 dənə olur və bu 300 dənə bu 10 dənə hissədə özünü ifadə etməlidir. Daha sonra mənə nə deyir? Mavi rəngləri. Mavi rəng dedik neçə dənədir? 150 dənədir. Əgər mən 300 dənə deməli topa
10 dənə hissə ayırıramsa 150 dənəyə də x. Bunda tənasüblə də baxa bilərik və yaxud da elə baxan kimi qiymət görünür ki, bunun yarısı qədər, yəni 5 dənə hissə ayırmalıyıq. Bu da D variantında əks olunur. 29-cu sualda isə rənglənmiş hissələrin miqdarı haqqında bizdən sual soruşur. Biz burada ümumi rənglənmiş hissələrə baxdıqda, yəni buradan bura kimi təxmini baxdıqda görürük ki, ümumilikdə 40 dənə dair kvadratdan hissədən 30 dənəsi tam şəkildə rənglənib. Bu hissəyə baxdıqda isə təxmini olaraq 40 dənədən 32 dənənin belə tam rənglənmədiyini görürük. Yəni bu ikisi arasında olan qiymət 40-dan 30-u, burada 40-dan 30-u tam rənglənibdir. Burada isə 40-da 32 rənglənməyibdir və bir-birinə bərabərsə demək ki, 40-da 30-dan 40-da 32 arasındakı bir qiyməti bizə təxmini ifadə etməlidir. Bu da variantlara baxdıqda birincidə bəli, 40-da 31 bu iki qiymət arasında yerləşir. Yəni birinci həmin şərti ödəyir. İkinci ödəmir. Biz əgər onu məxrəci 40 olan kəsr şəklində göstərmək istəsək 40-da 36 alınır və bu alınmır. Üçüncünü isə yenə ortaq məxrəc götürsək, deməli ortaq məxrəci 200 götürdükdə bu kəsirlər uyğun olaraq belə alınır. 200-də 150 və 200-də 160 alınır. Bu kəsiri isə 50-də 39 kəsirini isə məxrəci 200 kimi ifadə etdikdə alınır 200-də deməli 4-ə vurmalıyıq. 156 və bu ikisi arasında yenə yerləşdiyini görürük. Yəni üçüncü də həmin şərti ödəyir. Deməli burada 1 və 3, yəni düzgün variant D variantı çıxmış olur. 30-cu suala gəlirik. 30-cu sualda mənə 2 dənə qutu haqqında məlumat verir. 2 dənə qutudan deyir ki, birincidə olan meyvənin sayı ikincidən 10% çoxdur. Yəni ikincini biz artıq burada 100 dənə meyvə olduğunu götürsək, bu zaman birinci şərtə uyğun olaraq birinci qutuda nə qədər olur? 10% artıq, yəni 110 olmuş olur. Daha sonra deyir ki, almaların sayı birinci qutudan almaların sayı ikincidən 20% azdır. Bu zaman almaların sayını mən x ilə götürsəm, birinci qutuda 0,8x, ikinci qutuda isə x qədər olmuş olur. Armudların sayını götürdükdə isə deyir ki, birinci qutuda olanların sayı ikincidən 20% çoxdur. Yəni burada 1,2y və y kimi götürürük. Və biz burada cəmlərə baxdıqda, deməli, 0,8 x ilə 1,2y-in cəmi də bizə verir 110-u, yəni bunların cəmi bizə 110-u verir. X-lə y-in cəmi də 100-ü, yəni burayla buranın cəmi, alma ilə armudların cəmi haqqında. X-lə y-in də cəmi verdi bizə 100 qiymətini. Buna uyğun olaraq biz tənlik sistemi əldə elədik və indi bu tənlik sistemini həll edirik. Yuxarına uyğun olaraq vururuq ona hər bir hissəsini, ikinci hissəsini isə vururuq 8-ə. Deməli, yuxarı ona vursaq alınır 8x üstə gələk 12y bərabərdir 1100. Aşağıda isə alınır 8x, 8y və 800. Tərəf-tərəfə çıxsaq alınır 4y bərabərdir 300-ə, y-im də çıxır 75 və y bizdə nə ifadə edir? İkinci qutuda olan armudların sayını. Bizdən də elə ikinci səbətdə neçə armud olduğunu soruşur. 75 dənə C variantı burada düzgün variantımız olmuş olur. 31-ci sualda mənə uyğun bir nisbət veribdir. Uyğun nisbətlər yağın şəkərə nisbəti, şəkərin una nisbəti. Baxıram bu nisbətlər 4-ün 5-ə, 5-in 6-yadır. Ortaq məxrəc kimi götürürəm. Deməli, baxıram burada şəkər 5, burada isə 6-dır. Onda mən əgər onu məxrəci 30 kimi götürsək, yəni şəkəri hər tərəfdə 30 nisbəti ilə götürsək, bu zaman yağ uyğun olaraq 30-u 5-ə bölsəm 6, 6-nı 4-ə vursam, yağ üçün düşür 24 qiyməti. Və şəkərin una olan nisbətinə baxdıqda, əgər bizdə şəkər 30 olarsa, 30-u 6-ya bölürəm 5, 5-i də 7-yə vururam 35. Yəni eyni qədər nisbətdə artırmış olduq. Deməli, yağ 24, şəkər 30, un isə 35 nisbətində olur. Və bunları K-larla ifadə eləsək, 24K üstə gələk 30K üstə gələk 35K bərabər olmuş olur 2670-ə. Bunları da topladıqda bizə verir 89K
bərabərdir həmin bu qiymətə. K üçün qiymətimiz çıxır 30. Məndən isə nəyi soruşur? Unun miqdarını. 30-u da unun miqdarına, yəni 35-ə vururuq. Bu da verir bizə 1050, yəni B variantını. 32-ci sualda ən böyük ortaq böləni 12 olan natural ədədin cəmini soruşur. Ən böyük ortaq bölən, yəni əbobdan söhbət gedir. Burada həmin qiymətləri bilmirik. X və Y kimi götürürük. Amma əbobu bildiyimə görə birini 12x, birini isə 12y kimi götürürəm. Belə olan halda bunların cəmi 192-dir deyirik. Buradan x-lər, deməli 12-dən ortaq vuruq kimi mötərizə xaricinə çıxarıb ixtisar aparsaq, x üstə gələk y üçün 16 qiyməti alınmış olur. Yəni x-lə y-in qiyməti bizə 16 verməlidir. Amma elə qiymətlər götürməliyik ki, burada ortaq bölən olmasın. Çünki bu zaman əbub 12 yox, daha fərqli qiymət alınır. Onu da deməli x-lə y-in yerinə qarşılıqlı sadə qiymətləri qoymalıyıq. Bu da 1 ilə 15, daha sonra 2 ilə 13, 1 ilə 13 yoxsa yox, 2 saniyə, 16 lazımdır. 3 ilə 13, 5 ilə 11 və 7 ilə 9 ola bilər. Bu şəkildə, yəni bizdə 4 dənə cütlük alınmış olur. Bu da A variantında göstərilib. Yəni burada biz niyə belə götürdük? Qarşılıqlı sadə ona görə lazımdır ki, əgər qarşılıqlı sadə olmasalar, bu zaman əbob dəyişib 12 yox, başqa bir qiymət alınmalıdır. Gərək qarşılıqlı sadə olsunlar ki, burada əbob elə 12 şərtini ödəsin. 33-cü sualda mənə deyir ki, kitab 4 bölmədən ibarətdir. Birinci bölməni oxuduqda 6-da 1. Yəni A bölməsi 6-da 1 ifadə edir. İkinci, ilk iki bölməni, yəni A ilə B-nin cəmi isə mənə 12-də 5 ifadə edir. Buradan biz sadəcə B-ni tapmaq istəsək, 12-də 5-dən 6-da 1-i çıxırıq. 12-də 5-dən də 6-da 1-i biz çıxdıqda və yaxud da ortaq məxrəclə gedək. Deməli, 6-da 1-dirsə, məxrəci 60 olan kəsrlə göstərsəm, A-ya düşür 60-da 10. Bu zaman A ilə B cəminə 60-da deməli 25 düşür. Və biz B-ni tapmaq istədikdə ikisinin fərqinə baxırıq. B üçün 60-da 15 düşür. İlk üç dənəsinin miqdarı isə A, B və C-nin miqdarından söhbət gedir burada. 5-də 4-ə bərabərdir. Bu da məxrəci 60 olan kəsr formasında göstərsək 60-da 48 olmuş olur. Və sırf biz C-ni tapmaq istəsək, bu zaman ilk ikisinin cəmini, A, B cəmini çıxırıq. Bu zaman da C üçün qalır 60-da 23. Deməli, A-nı da tapdıq, B-ni də tapdıq, C-ni də tapdıq. D-ni tapmaq üçün isə nə edirik? Bu ilk 3 dənənin cəmini, ilk 3 dənənin cəmini biz deməli çıxmalıyıq bir bütöv tamla. A, B və C-nin cəmini də biz çıxdıqda ki, bu aşağıda da qeyd olunubdur. D üçün qalır 60-da 12. Deməli, A 60-da 10, B 60-da 15, C 60-da 23, D 60-da 12-dir. Biz bunları da müqayisə etmək istədikdə ən böyüyün C olduğunu, sonra B, sonra D, sonra isə A-nın olduğunu görmüş oluruq. Buna uyğun da variantımız burada D variantıdır. 34-cü sualda mənə deyir ki, M və N qarşılıqlı sadə ədədlərdir. Əkob və əboblarını göstərib və bizə M, N cəminin ən az qiymətini soruşur. Yoldaşlar, əgər ki, əbobumuz qarşılıqlı sadə ədəddirsə, əbob bu zaman bizə qaytarır 1-i. Yəni, x minus 14 ifadəsi bizə 1-i qaytarmalıdır. Uyğun olaraq buradan x bərabər olur nəyə? 15-ə. X 15-dirsə, gətirib əkob hissəsində yerinə qoysaq, əkobu nə almış oluruq? 15 üstə gələk 45, yəni 60 almış oluruq. Yəni, əkobu 60, əbobu 1 olan 2 dənə bizə qarşılıqlı sadə ədəd lazımdır. Orada da təbii ki, əboba baxmırıq, artıq çünki bilirik ki, qarşılıqlı sadə ədədlərdir. Cəmi 60 olan, əkobu 60 olan qarşılıqlı sadə ədədlərin cəmini axtarırıq. Bunu da tapmaq üçün nə edə bilərik? Sadə vuruqlarını ayırmaqdan istifadə edə bilərik. 60-ı biz sadə vuruqlarına ayırsaq 2, 30, 2, 15, 3, 5, 5, 1. Yəni tərkibində bu qiymətlər olan qiymətlər lazımdır. Biz burada ikiləri hökmən birlikdə götürməliyik. Niyə? İkiləri ayrı-ayrı götürsək, bu zaman əbob 2 çıxmış olar, amma biz ayrı bir yerdə götürməliyik ki,
müxtəliflik qorunsun və əbop 1 çıxmış olsun. Deməli 2 vuraq 2 mütləq halda bir yerdə olacaq. İndi mən baxıram, əgər 2 ilə 2-ni götürsək, hasil bizə 4 verir. 3 ilə də 5-i götürsək 15 verir. Bunların cəmi bizə qaytarır 19. Baxaq görək başqa da bu qiymətlərdən hasil düzəldib hansı yeni qiymət ala bilərikmi? Bəli. 2 vur 2 vur 3 bunların hasili buradan bura. Bizə verir 12-ni və 5 də burada tək qalmış olur. 12 ilə 5-in cəmi isə 17-ni verir. 17 də 19-dan kiçikdir. Başqa daha xırda bir qiymət alınmır burada. Deməli bizim qiymətimiz 12 və 5 imiş. 12 və 5 üçün əbob çıxır 1, əkob çıxır 60 və verilən şərtlər tam şəkildə yerinə düşür. Bunların da cəmi, yəni 12 ilə 5-in də cəmi bizə qaytarır 17. Düzgün cavab C variantında əks olunur. 35-ci suala baxırıq. Deyir ki, 8 işçi ilə işə başlayıblar və 8 gün ərzində hər gün bir işçi azalmaqla iş görürlər. Bu şəkildə biz toplasaq 8x üstə gələk 7x üstə gələk 6x üstə gələk 5x azala-azala gedir. Hər gün bir işçi çıxır. Hər gün biz bir işçinin çıxdığını nəzərə alırıq. Bunları toplasaq bizə verir 36x. Deyir bu 36x'i 9 işçi neçə günə yerinə yetirər? Yəni 9x kimi götürürük. Bu da verir bizə 4. Demək ki, onlar tam şəkildə bu işi 4 günə yerinə yetirə bilərlər. Neynədik? Onların 8 gün ərzində hər gün bir işçi çıxmaqla, yəni işçinin ümumilikdə nə qədər işi yerinə yetirdiyini bilmirik. Həmin o işi ona görə x ilə nəzərə alırıq ki, yəni işimiz x-dir. 8 dənə işçi 8x qədər iş görür. 7 dənə işçi 7x qədər iş görür. Və topladıqda 8 gün ərzində ümumilikdə 36x qədər iş görmüş olurlar. İndi biz deyirik ki, həmin o işçilər hər biri x qədər iş görməklə 9 dənə belə işçi hər biri x qədər iş görməklə neçə günə yerinə yetirər? 4 günə yerinə yetirmiş olarlar. Sonra 36-cı sualda isə bizə deyir ki, M-in N-ə nisbəti 160-ın 180-ə nisbətinə bərabərdir. Burada isə deyir ki, M və N üçün üç rəqəmli qiymətlərin sayını biz təyin edək ki, neçə dənə bu şəkildə, bu nisbətdə olan üç rəqəmli qiymətlər var. Bunu tapmaq üçün əvvəlcə M-in N-ə nisbəti, yəni 160-ın 180-ə nisbətinin tam şəkildə ixtisar aparsaq 20-yə, bizə verir 9-da 8, yəni 9-un 8-ə olan nisbəti ilə götürürük. Burada ən kiçiyini tapmaq üçün üç rəqəmli qiymətlərin biz 108-i əgər ki 108-ə bölünən ən kiçik 3 rəqəmli qiyməti düşündükdə bu bizə verir 104 qiymətini. Biz 8-i 13-ə vursaq 104 qiymətini almış oluruq. Həmçinin 13-ü 9-a da vursaq buna uyğun formada qiyməti almış olacağıq. Bir də biz ən böyüyü tapmaq üçün isə, ən son nöqtəni tapmaq üçün isə 9-a bölünən ən böyük 3 rəqəmli qiyməti axtarırıq. Bu da 999-dur. 999-u 9-a böləndə bizə verir 111 qiymətini. Yəni 111-ə vurmalıyıq biz bu şəkildə. Bir də biz bu formada 8-i 13-ə vursaq 104 qiymətini almış oluruq ki, bizə 3 rəqəmli bu şəkildə qiymətləri qaytarsın bunlar. Bu formada isə 111-dən biz 13-ün fərqini üzərinə 1 əlavə edirik. Bunu niyə əlavə edirik? Biz ən kiçiyi tapdıqda bu bilirik ki 104-dür. Sürəti 104 olan kəsirdir. Və yaxud tam şəkildə biz buna baxsaq 13-ü vuracağıq bu zaman 9-a. 13-ü biz vursaq 9-a verir bizə deməli 7, 2 yadda 117. Yəni bizdə ən kiçik 8-in 9-a nisbətinə uyğun olan ən kiçik 3 rəqəmli kəsir 117-də 104 qiymətidir. Yəni biz 13-ə vurmaqla bunu əldə edirik. Bir də həmin formada olan ən böyük kəsir tapmaq üçün isə böyük qiymətimiz nədir? Bizim 9-dur. Bu da hansıdır? 999-dur ki 9-a bölünür. Bunun üçün də biz onu 111 dəfə fərqləndiririk. Deməli 111 ilə 113 arasında olan qiymətlər bizə lazımdır. 8-in 9-a nisbətində. Sırayla tutaq ki 13-ə 14-ə vursaq, ta ki 111-ə vursaq, sırayla 3 rəqəmli qiymətləri alarıq biz bu formada 9-da 8 formasında. Tutaq ki 13-ə vurduq 117-də 104 aldıq. 111-ə vurduqda isə 999-da 888 almış oluruq. Bunlar bizim ən böyük və ən kiçik qiymətlərimiz olmuş olur.
Ən böyük və ən kiçik qiymətləri biz sayını tapmaq üçün isə, daha doğrusu bu formada şərti ödəyən üç rəqəmli qiymətlərin sayını tam şəkildə tapmaq üçün isə onları neçə dəfə artırırıqsa, həmin o fərqə baxırıq. Çünki belə götürək də 117, 104 var, amma nisbəti bir də 9-da 8 olan qiyməti tapmaq üçün biz həmin uyğun nisbətlərlə aparmalıyıq. Misal üçün 105-də tutalım ki, 102-ni artıq götürə bilmərik. Biz elə kəsrləri götürməliyik ki, həmin kəsrləri biz ixtisara apardıqda hökmən 9-da 8 olsun. 9-da 8-i də almaq üçün uyğun formada təbii ki 111 ilə 13 arasında bu dəfələrlə dəyişirik. Sırayla 13-ə, 14-ə, 15-ə bu şəkildə vura-vura geçsək, axırıncı 111 qiymətinə biz vurduqda bu 8-də 9 nisbətini biz uyğun formada almış olarıq. Və biz hər iki kəsri nəzərə almaq üçün, yəni həm 117-də 104 kəsrini, həm də 999-da 888 qiymətini hər ikisini nəzərə almaq üçün bunların üzərinə bir dənə də 1 əlavə edirik. İkisinin arasındakı fərqin üzərinə 1 əlavə edirik ki, ikisindən birini unutmuş olmayaq. Bu formada isə bizə qaytarır 99 qiymətini. Yəni bizdə bu formada olan 99 dənə belə qiymət var ki, 3 rəqəmli. Biz onları ixtisar apardıqda 9-da 8 qiymətini bizim üçün qaytarır. 37-ci sualda deyir, hər hansısa bir məhsuldur. Məhsulu deyir 15 manat qazancla satan bir satıcı. Belə deyək. Biz məhsulun qiymətini X götürürük. Onu 15 manat xeyirlə satdıqda, bir də deyir ki, həmin o qiyməti 20% endirimlə satdıqda. Onda biz X üstə gələk 15-i 100% kimi gəlin götürək. Bunun 20% endirimi bizə nə verir? Bəs 80% vermiş olur. Həmin o 80% də bizə X-i vermiş olur. Deyir 15 manat qazancla satılır. Yəni bu 15 manat bizə burada qazancı ifadə eləyir. 20% endirim olunsa həmin 15% qazancı biz artıq götürməyəcəyik. Bu da demək ki, X-imiz 80-ə 80%-ə bərabər olmuş olur. Biz buradan indi tənliyi həll etsək tənasüb formada X üstə gələk 15-i vursaq 80-ə və 100-ü də vursaq X-ə. Burada ixtisarlara aparıb bu X-in biz qiymətini bərabər etsək nə alınır? Deməli 80 ilə 100-ü ixtisar aparsaq, x üstə gələk 15, mötərizədə vuraq 4-ə, aşağıda isə nə alınır? 5 alınmış olur. Mötərizəni açsaq, 4x üstə gələk 60 bölək 5 qiymətini almış oluruq. Yəni bizim x-imiz bu ifadəyə bərabər olmuş olur. İndi həmin bu ifadə, yəni 4x üstə gələk 60 bölək 5 bizdə ifadə eləyir 105%. Çünki davamınca bizə deyir satıcının qazancı 5%-ə düşər. Yəni əgər ki bu qiyməti, yəni 15 manat qazancla satdığı məhsula 20% endirim etsə, bu zaman x-lə ifadə eləyirik. X-i də tapdıq ki, 4x üstə gələk 60 bölək 5-ə bərabərdir. Bu bizdə 105% ifadə edir. Çünki deyib 5% qazanc əldə etmiş olar. Qazancı 5%-ə düşmüş olar. Deməli, bu indi bizdə 105%-dir. 105%-imiz əgər belədirsə, məhsulun öz qiymətini biz buradan x götürürük. Bunu da 100% kimi götürürük bu dəfə. İndi buradan biz həll etdikdə yenə tənasüblə x-i vururuq bu ifadəyə 105 hissəsinə, yəni belə çarpı sahəsi formasında. 4x üstə gələk 60 bölək 5, bunu vururuq 100%-ə, bərabərdir 105 vuraq x-ə. Buradan da biz 100 ilə 105-i ixtisar aparsaq, burada alınır 20, burada alındı 21. 20 ilə də 5-i ixtisar apardıqda verir bizə 4. 4-ü bu mötərizə formasında vurub açdıqda 16x üstə gələk 240 bərabərdir 21x-ə əldə edirik və buradan da 240 bərabərdir 5x alır. X-imiz isə çıxır bizim buradan 48. Deməli bizim məhsulun alış qiyməti 48 manat imiş ki, 15% qazancla biz onu satıb, daha sonra 20% endirim əldə etdikdə 80%-ə düşür və 4x üstə gələk 60 bölək 5 ifadəsinə bərabər olur. Və həmin o ifadədə qazanc əgər 5%-ə düşür deyirsə, demək ki 105% ifadə eləyir bizim üçün. Həmin o, bu 105%-dirsə, onda məhsulun özünü, yəni 100% tapanda da 48 tapmış oluruq. 38-ci sualda deyir, anarı şokoladlarının sayı, lalə şokoladlarının sayına nisbəti 3-ün 7-yədir.
Deməli, Anarla Laləni biz qeyd edirik. Anar və Lalə şokоladlarının sayı 3-ün 7-yədir. Deyir, deməli, biz onların birindən müəyyən sayda götürüb, bunları da x-in hətta götürək, müəyyən sayda götürüb digərinə verdikdə 3-ün 2-yə nisbəti uyğun gəlir. Yəni, biz n-ə götürsək, yəni burada n-ə qeyd olunub, 7x-dən n-ni çıxıb 3x-in üzərinə əlavə etsək, 3-də 2-yə bərabər olmuş olur. Yenə tənasüblə biz bunu ifadə etdikdə 3-ü yuxarıdakı ifadəyə vursaq, 3 vuraq 3x üstə gələk n bərabərdir 2 vuraq 7x çıxaq n-ə bərabər olmuş olur. Buradan 9x üstə gələk 3n bərabərdir 14x çıxaq 2-in ifadəsini alırıq. Burada isə n bərabər olur. Bizim üçün deməli burada 5n bərabər olur 5x-ə və biz tapırıq ki, n bərabər x-ə. İndi bu dəfə bizə deyir ki, n dənə yox, 2n dənə əgər dəyişsə, yəni biz 3x-dən 7x kimi götürsək, deyir ki, 7x-dən bu dəfə 2n-ini çıxıb, əlavə etsək 3x-in üzərinə 2n qədər nə olmuş olar? Burada n əgər x-ə bərabər görürüksə, elə burada yuxarıda da x-ə ifadə edirik. 3x-in üzərinə 2x əlavə edirik, 7x-dən də çıxırıq 2x-i. Və bu zaman nə alınır? Yuxarıda alınır 5x, aşağıda da alınır 5x. Və demək ki, nisbət burada nə alınır? 1. Hər ikisi 5x nisbətində olmuş olur. Burada qaytarır bizə 1 qiymətini. Və D variantı burada düzgün cavab olmuş olur. 39-cu sualda bizə boş oturacaqların sayı və dolu oturacaqların sayı haqqında belə deyir ki, biri o birinin 1,25 mislidir. Burada doluları qoyuram x, boşları isə 1,25x-dən ifadə edirəm. Və davamınca deyir ki, biri digərinin 3 mislidir. Yəni, dolu oturacaqların sayı boş oturacaqların sayının 3 mislidir. Onda bu dəfə dolulara 3y, boşlara isə y qoymuş oluram. Və mən buradan bilirəm ki, bunları topladıqda ümumi oturacaqların sayını ifadə edir hər iki tərəf bizə. Topladıqda 2,25x-də 4y-də eyni qədər oturacaq sayını bizim üçün göstərir. Hər iki tərəfi 100-ə vursaq 225x bərabərdir 400y alınmış olur. İxtisar aparsaq 9x bərabərdir 16y alınır. Yəni, birinin digərinin nisbəti elə bil 9-un 16-ya kimi götürmüş oluruq. İndi bizə burada həm 9-a, həm də 16-ya bölünən qiymət lazımdır. Bu da 108 qiymətidir ki, hər iki tərəfdə də tam şəkildə bizə qiyməti qaytarır. Və A variantı düzgün olmuş olur buna görə də. 40-cı sualda qatarda ümumilikdə 204 sərnişin olduğunu, qadınların yaşlarının ortası 42, kişilərin orta yaşı isə 48-dir. Deməli 42 vuraq qadın, bu onların yaşları cəmini ifadə edir. Yəni bu ədədi orta misallarına uyğun gəlir. Biz deməli qadınların sayını yaşları ortasına vursaq, daha doğrusu orta yaşlarına vursaq, onda ümumi yaşlarının cəmini tapmış oluruq. Eyni şəkildə kişilərin orta yaşını onların sayına vurmuş olsaq, onların yaşları cəmini tapmış oluruq. Və onların ümumi saylarına biz həmin qiyməti böldükdə ümumilikdə bütün sərnişinlərin orta yaşının 45,5 olduğunu görmüş oluruq. Buna uyğun yenə tənasüb formada bu aşağıdakı ifadəni çarpaz yuxarı vururuq və belə bir ifadə alınır. Deməli. Sonunda 5 kişi. Digər tərəfə keçirsək, yəni K-ları bir tərəfə, G-ləri bir tərəfə yığsaq, 2,5 K-nın 3,5 G-yə bərabər olmuş olduğunu görürük. Buna uyğun da biz baxırıq ki, deməli, 2,5 və 3,5. Əgər biz hər tərəfi deməli 20-yə vursaq, burada alınır 5K, burada alınır 7G. Deməli 5-dən 7 formasında biz götürürük. Yəni 204-ü də biz 5 və 7-nin cəminə 204-ü bölsək bu ikisinin cəminə 12-yə alınır 17 və 17 bizdən nə istəyir? Kişiləri. İndi mən baxıram, burada əgər 5K bərabərdirsə 7-yə, onda bu K-ya, yəni kişilərin sayına nə düşmüş olur uyğun olaraq? 7 götürmürük.
Burada 7 götürürüksə, 7-ni də 17-yə vurmalıyıq. Bu da verir bizə 119-u. Deməli, kişi sərnişinlərin sayı ümumilikdə 119 olmuş olur. Yəni, ümumi k-larla götürdüyü nisbətləri ki bütün 5 və 7-nin 5 və yaxud da x deyək, çünki orada kişiləri kanla ifadə eləmişik. 5x-lə 7x nisbəti ilə götürsək, ümumilikdə 12x nisbətindən biz götürməliyik. Deməli, 204 sərnişi də biz 12-yə bölsək, bir nisbətin, bir x-in 17 olduğunu görürük. Və kişilərin sayında 7x qədər olduğunu görmüş oluruq. X-imiz əgər 17-dirsə, 7-ni də 17-yə vurduqda ümumilikdə 119 kişi sərnişin olduğunu görmüş oluruq. Bu da C variantında göstərilir.